Baş prokurorluq sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əxlaqsız hərəkətlər edən və bədən üzvlərini nümayiş etdirən istifadəçilərlə bağlı tədbirlərə başlayıb. Məlumata görə, bu əməllərə görə artıq 6 nəfər hüquqi məsuliyyətə cəlb edilib. Onlardan 4-ü barəsində inzibati həbs, ikisi barəsində isə inzibati cərimə tənbih növləri tətbiq olunub. Qeyd edilir ki, internet məkanında ictimai əxlaq normalarını pozan şəxslər barəsində qanunvericiliyə uyğun ciddi addımlar atılacaq. Bu kontekstdə aparıcı Tarix Əliyev Tolik ilə müğənni Səidə Sultan arasında sosial şəbəkələrdə qarşılıqlı ağır ifadələrlə müşayiət olunan mübahisə də müzakirə mövzusuna çevrilib. Ancaq həmin şəxslərlə bağlı hər hansı cəza tədbiri görülməyib. Onlar haqda da prokurorluq bu cür addımlar atmalıdırmı? Barələrində hansı işlər görülməlidir? Konkret az məlumat verir ki, Qlobal Info Aza danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Azər Həsrət bildirib ki, kimliyindən asılı olmayaraq hər kəslə bağlı tədbir görülməlidir. Mən də sosial mediada açıq söyüş və ağır ifadələrin yer aldığı həmin paylaşımları gördüm. Bu, qəbul edilməzdir və buna uyğun məsuliyyət müəyyən edilməlidir. Düşünürəm ki, yalnız baş prokurorluq deyil, bütövlükdə cəmiyyət olaraq hamımız birlikdə ciddi mövqe ortaya qoymalıyıq. Azərbaycan elə bir ölkə deyil ki, insanlar bir-biri ilə söyüş və təhqir dili ilə ünsiyyət qursunlar. Xüsusilə ictimai çəkisi və təsir imkanları olan şəxslər davranışlarında ədəb çərçivəsini qorumalıdırlar. Media eksperti qeyd edib ki, belə hallar cəmiyyətin əxlaqına və tərbiyə mühitinə mənfi təsir göstərir. Mütləq bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, daha sərt addımlar atılmalı və bu yanaşma normal qarşılanmalıdır. Heç kim bundan inciməli deyil, qanun hər kəs üçün eynidir. Özünü ifadə etmək, sərt tənqid, kimləsə razılaşmamaq, əleyhinə çıxış etmək təbiidir. Lakin bütün bunlar təhqir və söyüş olmadan ədəb çərçivəsində olmalıdır. Media eksperti qeyd edib ki, belə hallar cəmiyyətin əxlaqına və tərbiyə mühitinə mənfi təsir göstərir. Mütləq bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, daha sərt addımlar atılmalı və bu yanaşma normal qarşılanmalıdır. Heç kim bundan inciməli deyil, qanun hər kəs üçün eynidir. Özünü ifadə etmək, sərt tənqid, kimləsə razılaşmamaq, əleyhinə çıxış etmək təbiidir. Lakin bütün bunlar təhqir və söyüş olmadan ədəb çərçivəsində olmalıdır.